Rusiya bütün işğalçı gücü ilə və işğalçı ritorikası ilə Ukraynanın üzərinə gəlməkdədir, dəyərli izləyicilər. Bəli, Rusiyanın tanınmış təbliğatçısı və dövlət televiziyasının aparıcısı Vladimir Solovyov növbəti dəfə aqressiv bəyanatlarla çıxış edib. O canlı efirdə bildirib ki, Ukraynalılar hazırki hakimiyyəti devirməsələr, Ukraynanın şəhərləri tamamilə məhv edilə bilər. Musavat.com xəbər verir ki, Solovyovun sözləri Rusiyanın Rusiya 1 telekanalında yayımlanan proqram zamanı səsləndirilib. Aparıcının ifadələri beynəlxalq müşahidəçilərin fikrincə Kremlə yaxın dairələrdə müharibənin daha da sərtləşdirilməsi çağırışlarının artdığını da göstərir. Əgər onlar natsist hakimiyyətini yıxmasalar, şəhərlər yer üzündən silinəcək deyib. Bizim üçün bu məcburi deyil, amma alternativ də yoxdur deyə Solovyov iddia edib. Son aylarda Solovyov və digər rəsmi Kreml təbliğatçıları açıq şəkildə Ukrayna şəhərlərinin və mülki infrastrukturunun hədəfə alınmasını normallaşdırmaq cəhdləri edirlər. Bu, Rusiya ordusunun enerji və sənaye obyektlərinə ardıcıl raket zərbələri ilə müşayiət olunur. Analitiklərin fikrincə, Solovyovun bu çıxışı ümumiyyətlə təsadüfi sayılmır. Çünki Rusiyada daxili auditoriyaya qarşı psixoloji təzyiq artırılır və uzun müharibə konsepsiyası ictimaiyyətə qəbul etdirilməyə çalışılır. Ukrayna rəsmiləri Solovyovun bəyanatını terror ritorikası kimi qiymətləndiriblər. Qərb ölkələrinin isə yaxın günlərdə bu açıqlamaya sərt reaksiya verəcəyini gözləyirlər. Çünki şəhərlərin qəsdən məhv edilməsi həddəsi Cenevrə konvensiyaları və beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması kimi də qiymətləndirilir, dəyərli izləyicilər. Solovyovun çıxışı isə bir daha onu göstərir ki, Kreml informasiya müharibəsində təhdidi əsas mexanizm kimi saxlayır. Bu ritorika həm Ukraynaya, həm də Qərbə yönəlik psixoloji təzyiq xarakteri daşıyır və bölgədə gərginliyi daha da artırır.